Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Bu günləri maraqlı bir sualla sizin qarşınızdayım. Sualın şərhinə bildirilir ki, Timur yaşadığı 60 metr uzunluğundakı məhəllənin hər iki tərəfində aralarındakı məsafə 4 metr olmaqla şam ağacı əkmək istəyir. Bu işi tamamlamaq üçün Timura neçə ağac lazımdır? Bu tip məsələləri həll etmək üçün biz ilk öncə yolun uzunluğunu bölürük, ağaclar arasındakı məsafəyə, yəni 60-ı bölürük 4-ə. Bu halda alırıq 15 və 15'i aldıqdan sonra üzərinə bir vahidi əlavə etməliyik. Alırıq 16. Aldığımız 16 cavabı bizdə yolun bir tərəfi boyunca əkilmiş ağacların sayını bildirir. Burada isə şərtdə hər iki tərəfində Timur ağacları əkmək istəyirsə, bu halda 16'ını nə etməlidir? 2'yə vurmalıdır. Bu halda Timura lazım olan ağacların sayı 32 olduğu məlum olacaq. Bu tip məsələlərin həlli üçün siz də çətinlik çəkirsinizsə, YouTube-da video dərslərimi izləyə bilərsiniz. Linklər bioda yerləşdirilmişdir.